Alo. Alo. Ziyafatdır danışan. Ay, kaç kişi gelir, kişi. Assalamu alaikum Ziyafat kardeş. Aleyküm selam, vurgun sen. Yok, gel var reisle danış reisle. Alo. Allah salam aleyküm. Səfərov Ziyafatdır danışan. Bəli. Sizdən bura şikayət ərizəsi daxil olub. O Şadırova kənd sakini mətləblə bağlı. Olub elə bir şey. Olub. Nə işdir, nə məsələdir? Tifon qatıblar, tifon. Kimə atıblar? Bana. Bəs mən çağırtırmışdım onu səhər bura. Deyir o Ziyafat qoyun oğrusu ilə məşğuldur. Mənə qoyunlarımı oğruyub. Allah yok. Necə? Tifonki oradan attı ha. Hani sakladı tifon. 2 defa tifon attı, 2 defa. Kimə atır? Bana. Dəyir Şahit sənə. de var. Şahit de var, şahit. Mənə bax, dəyir sənə. Yaralısan, harava dəyirsən? Yo daymadı bana. Allah sakladı. Şahidin kimdir sən? Şahit var, mazahir var. Komşular var. Məzahir kimdir? Haralıdır? Sizin kəndsidir? Şahit mazahir bu tarafta var. Komşuda bu tarafta. O da şahitdi. O da dedi, eyleme, çalış dedi ki, maka. Yaxşı, bəs nəyə görə vurdu səni? Ben ne biliyorum, deyir gözüme pis gözü, seni kavşanda deyir vuraram. Mən səhər çağırtırmışdım onu bura, eşidirsən məni? Deyir seni kavşanda vuraram, vurma istəyirəm. 2 tane tifon onlarda. Mən səhər çağırtırmışdım onu, o biri kim idi ondan? O biri İlgar idi. O kimdir? Badir'in oğlu. Hə, o nəyə görə vurur səni? Qazi vururdu, qazi. Mən səhər çağırtırmışdım onu bura. Qara qazi vururdu. Deyir, o And istəyir, bizim ondan heç bir işimiz, heç bir əlaqəmiz yoxdur. O sadəcə bizim deyir qoyunlarımızı vurub. And olsun Allah'a yok, komşular da şahit diye, bizim atamız namaz kılan diye. Biz Allah adamı ya, bize var ha, bizim biraz orada torpak var ha. Eşidirəm. Hiç var ha. Biraz torpak orada var bizim ha. Halkın hayvanı, ineği, koyunu, manet, ele muhabbet, ele fikir bir ha. 10 tane gaz var, 15 tane gaz var, 6 tane orada otlayıram. Ben heç de demirəm, özü gəlir orada tifancı atır adama, orada evin dalında, Allah şahitdir. Yaxşı, mən bir dəqiqə araşdırım, birazdan sənə zəng edəcəm, görüm onun nə məsələdir. O deyir, o qoyun oğrusudur, ona görə. And olsun Allah'a yok, biz imam adamıyıq, biz peygamber adamıyıq, bize elə şey lazımdır, haram şey bize gelmir. Yaxşı, mən indi danışım. Allah adamıyıq, bize elə şey lazımdır. Ben gittim Sıraz reisin yanına, oraya girdim, dedim tifon 2 tane. 2 tane tifon tapılıb attılar bana. Alişler oraya şikayet verdim ben. Yaxşı, şimdi bu dəqiqə zəng eləyəcəm. Bu araşdırım zəng eləyəcəm. Sən telefonda dur. Sağ ol. Çok sağ ol. Allah sizi salamat, sizin canı salamat et, sağ ol.